Deməli, dəyərli dostlar, Şahin TV kanalından hər biriniz salam verib və sizin nəzərinizə çatdırmaq istəyir ki, Ağdam rayon mərkəzi klinikasının yaxınlığında bu cürünə bir ev satışa çıxarıldı. Hal-hazırda daxil oluruq məhəlləmizin içinə və evimizin daxilinə görə evimiz, məhəlləmiz nə vəziyyətdədir. Və gördüyünüz kimi burada daimi su da gəlir. Burada belə bir qaraj var, yəni bizim böyle əl evi var. Evin qarşısında belə bir güllər var. Gördüyünüz kimi. Və burada əlavə bu çəndən başqa, su çənindən başqa burada da gördüyünüz kimi bir dənə çən var. Və dəyərli dostlar, hal-hazırda daxil oluruq evimizin içinə. Gördüyünüz kimi evin çölü seyf qapıdır. Və 3 pilləkən qalxdıqdan sonra daxil oluruq ilk öncə evimizin mətbəxinə. Gördüyünüz kimi belə bir sərgəli mətbəxi var. Və mətbəxi tərk elədikdən sonra burada belə bir böyük otaq var. Gördüyünüz kimi çox səliqəli remont olunmuş və aboy çəkilmiş belə bir otaqdır. Gördüyünüz kimi. Və hal-hazırda bu otağı da tərk elədikdən sonra əlavə daxil oluruq. Burada evimizin foyesinə. Gördüyünüz kimi belə bir evimizin foyesi var. Və foyeden sonra sol hissəyə daxil olduğumuz zaman belə bir qonaq otağı var. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, çox böyük qonaq otağıdır. Və nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, evimizin bəzi əşyaları evin içində hədiyyə olunacaq. Yəni ev alan şəxsə hədiyyə olunacaq və Kuna mebeldə hədiyyə olunacaq və gördüyünüz kimi belə bir çox səliqəli bir otaqdır. Havan da çox gözəl alçıpanla yığılır, gördüyünüz kimi. Və bu otağı da tərk elədikdən sonra yenədən daxil oluruq foyemizə və foyemizin qarşısında belə bir əlavə bir dənə otaq var, gördüyünüz kimi. Ancaq daxil oluruq belə bir sanitar qovşağımız var. Sanitar qovşağımıza gördüyünüz kimi belə bir sanitar qovşaqdır. Çox böyük bir sanitar qovşaq, həqiqətən. Düzdür, biraz remont olunmalıdır. Alan adam özü əlavə işlər görməlidir. Və dəyərli izləyicilərimiz, hal-hazırda daxil oluruq heyvandarlıq üçün nəzərdə tutulmuş tikilimizə. Və gördüyünüz kimi belə bir kərpişdən tikilidir, böyük bir yerdir. Arxa hissəsi kubikdən hazırlanıb, böyür hissəsi kubikdir və qarşı hissəsi kərpişdir. Və daxil oluruq əl evimizə. Gördüyünüz kimi belə də bir əl evidir. Dəyərli izləyicilərimiz, arxa hissəsi